Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Bugün ben size Kur'an-ı Kerim'in bir ayesiyle bağlı, bir ayesinin mesajıyla bağlı olanları söylemeye, şerh etmeye, sizinle bölüşmeye çalışacağım. Bunun da sebebi odur ki, aslında bizim videoya bakan insanlardan, dostlarımızdan biri bu ayenin nece istismar olunduğunu göstermek için bu ayenin gerçek mesajlarının verilmesini istemişti. Bir sıra gruplar, bir sıra insanlar bu ayenin mesajını bilerekten, bazıları da bilmeyerekten, konteksten çıkararak aziz Allah'ın ayesini öyle bir hala getirirler ki, güya Allah, aziz Allah bu ayette buyurur ki, deyir ki, siz mənə yaxınlaşmaq üçün vəsilə axtarın. Vəsilə də sizin şeyxinizdir, sizin imamınızdır, sizin məzhəb rəhbərlərinizdir, sizin təriqət başçılarınızdır. Sayın bunları getsin. Yəni güya Allah insana deyir ki, mənə yaxınlaşmaq üçün sənin vasitəçiyə ehtiyacın var və o vasitəçilər də saydıqlarım və saymadıqlarımdır. Ana mesajı əsası tövhid olan, yəni la ilahe illallah inancı olan, insanın əsarətdən, köləlikdən, şirkdən, o ən böyük pislikdən qurtarması üçün kitab göndərən, elçi göndərən, insanın ağlını, vicdanını, qəlbini inşa edən və mən insana şah damarından daha yaxınam deyə buyuran bir Allah, insanla Allahın arasında hər hansı bir insanın vasitəçi olmasını sizcə məntiqlə istəyərmi? Kur'an her şeyden önce neyi inkar edir, neyi reddedir? Köklü şekilde reddedir. Hatta en büyük günah, en büyük pisliği adlandırır, en büyük zulm adlandırır. Kur'an-ı Kerim'e göre en büyük zulüm şirktir. Bağışlanmayan bir günahtır güzel insanlar. Ve insanlar öz mezhebi kaygılarıyla, şəxsi çıxarlarıyla insanları özüne bağlamak, mezhebine bağlamak, sürüleştirmek, köleleştirmek, ağlını, vicdanını, qəlbini, iradesini öldürmek için bu ayeni insafsızcasına, vicdansızcasına istismar edirlər güzel insanlar. Təhrif edirlər güzel insanlar. Bakın Kur'an-ı Kerim'in ayesini bilerekten təhrif etmek, bağlamından çıkarmak, ona yanlış mana yüklemek, Allah'ın demediği bir şeyi söylemek çok büyük bir günahtır. Bakın çok büyük bir günahtır, təhrifdir. Allah'a iftiradır, Kur'an-ı Kerim'e iftiradır güzel insanlar. Allah hiç kese onun kitabını təhrif etmek hakkı, hüququ vermemiştir. Kur'an-ı Kerim öyle bir kitaptır ki her söz o bir sözü, her aye o bir ayeni, bütün ayeler, pasajları, bağlamları, sureleri hamısı birbirinden bağlıdır. İndi o təhrif olunan, insanlara yanlış biçimde təqdim olunan aye hansıdır güzel insanlar? Maide suresindedir. Bilirsiniz ki Maide suresi Kur'an-ı Kerim'in 5. suresidir. 120 ayedir. Maide sözünün manası da süfre demek. Allah'ın ilahi nimetlerinin olduğu bir süfreden danışırıq güzel insanlar. İnsana deyir ki, əslində Kur'an-ı Kerim bir süfredir. Qəlblərin, ruhumuzun, mənəviyyatımızın, əxlaqımızın, ağlımızın, vicdanımızın, iradəmizin, düşüncəmizin nimətləri olan, qidaları olan, ruhi, mənəvi qidaları olan güzel insanlar bir süfredir deyir Kur'an-ı Kerim. Allah insanın ihtiyacı olan bütün nimetleri oraya koymuştur. Gel, anla, oku, öğren deyir. Ama əsla benim kitabımı təhrif etme. İndi Maide suresi dedim ki Kur'an-ı Kerim'in 5. suresidir, 120 ayedir, süfre manasını taşır. O surenin, yani Maide suresinin istismar olunan aye ve ayenin içindeki bir söz ki onu ben size söyleyeceğim 35. ayesidir. Yani orada aziz Allah buyurur ki Allah'a yakınlık için, bilirsiniz ki Allah'a yakınlık burada manevi manadadır, fiziki manada değildir. Yani değerli olmak, Allah'ın koyduğu, buyurduğu ölçülerle yaşayan, o değerlerle ağlını, vicdanını, qəlbini inşa eden insanın yakınlığının ölçüsünü, yolunu gösterir Allah. Manevi yakınlığının yolunu gösterir güzel insanlar. Əsla ve əsla Allah demez ki insanla Allah arasında bir şey, bir kesi, bir şəxsi, kim ise, o kim olursa olsun,
Elçi de bura daxildir. Elçilər Allahla insan arasında vasitəçi değildir. Adı üstündədir. Baxın, rəsuldur. Yəni Allahın mesajını alar və gətirib insanlara çatdırar. Vəzifəsi budur. Baxın, indi o ayədə gözəl insanlar, yəni Maidə surəsinin 35-ci ayəsində əziz Allah Allaha yaxınlaşmağın görün ölçüsünü, qanunu necə qoyub. Orada buyurur ki, Bismillahirrahmanirrahim. Ey iman edənlər. Ya eyyuhəllezine amenu. Baxın, bu qəlib, ey iman edənlər, Quranda təxminən 90-a yaxın, səhv etmirəmsə 88 dəfə işlənmişdir. Baxın, ey iman edənlər bir qəlibdir. Yəni sizə səsləndirəm, ey iman edənlər. Baxın, indi əlaqə qurun. İmanla Allaha yaxınlaşmaq arasında bir bağ quraq. İman edənlər, Allahın buyurduğu kimi iman edənlər Allaha yaxınlaşa bilərlər. İman bir vəsilədir. Əgər qəlbinizi imana, Allahın qoyduğu biçimdə imana açmışsınızsa, Allaha mənəvi yaxın olan insan sizsiniz. Kimisə qoymaq deyil. Ey iman edənlər, əgər imanınızda sağlamsınızsa, doğrudursa, dürüstsə, Allahın qoyduğu ölçüyə uyğundursa, baxın, Allaha qarşı təqvalı olun. Məsuliyyətli olun, duyarlı olun. Allahın sizin üzərinizə qoyduğu vəzifəni yerinə yetirin. Baxın, ikinci ölçü getirin. İman edən Allaha yaxın olar. Təqvalı olan Allaha yaxın olar. Bizi Allaha yaxınlaşdıran nemətin birincisinin adı imandır. Bizi Allaha yaxınlaşdıran nemətin birinin adı təqvadır, gözəl insanlar. Bir insan və bütün insanlar Allah qarşısında məsuliyyət daşıyır. Allahın insan üzərinə qoyduğu vəzifəni yerinə yetirirsə, o Allah qarşısındakı məsuliyyətində yerinə yetirmiş olur. Baxın, sonra nə söylüyor? Ey iman edənlər, Allaha qarşı təqvalı olun, ona vəsilə axtarın, ona yaxınlaşmaq üçün. Bax, istismar olunan söz burada vəsilə sözüdür. Yəni, vasitə sözüdür. Allaha yaxınlaşmaq üçün, Allaha mənəvi yaxınlıq üçün vəsilə axtarın. Onlar deyirlər ki, o təhrifçilər Qurani Kərimi və Qurani Kərimin bu ayəsini öz şəxsi, məzhəbi, duyğusal, bilmirəm hansı səbəblərə görə bunların sayını artıra bilərsiniz. Quranın ayəsini, Allahın mesajını öz mənfəətlərinə uyğunlaşdırırlar. Deyirlər ki, bax burada görürsünüz, Allah deyir ki, vəsilə axtarın. Vəsilə kimdir? Mənim şeyximdir. Mənim imamımdır, mənim məzhəb rəhbərimdir, mənim təriqət başçımdır deyir. Allah nə söylədi? Allaha vəsilənin birincisi neymiş? İman etmək. İkincisi neymiş? Təqvalı olmaq. Baxın. Ona vəsilə axtarın. Baxın, indi vəsilənin də nə olduğunu ayənin sonunda Allah özü, əziz Allah açıqlayıb. Buyurur ki, baxın, və cahidu, və cihad edin. Allaha yaxınlaşmağın ölçüsü neymiş? Cihad etmək. Baxın, iman etmək cihad etməkdir. Təqvalı olmaq cihad içində olmaqdır. Quranı oxumaq, anlamaq, həyatına daşımaq, Quranın buyurduğu kimi yaşamaq cihad etməkdir. Ədalət uğrunda, elm uğrunda, barış uğrunda, qardaşlıq uğrunda, ümmət şuuru uğrunda, insanlıq uğrunda, insan haqq və hürriyyətini qorumaq cihad etməkdir. Gözəl insanlar. Və cahidu, baxın, fi səbilihi. Baxın, onun yolunda, yəni Allahın yolunda cihad edin. Gözəl insanlar. Qurani Kərimdə 3 nimət, 3 məsələ var ki, o 3 məsələni əziz Allah Qurani Kərimdə buyurur ki, onları Allah yolunda edin deyə əmr edir. Onları deyir Allah yolunda edin. Onlardan birincisi cihaddır. Fi səbilihi deyir. Baxın, onun yolunda edin. İkincisi infaqdır. Allah yolunda olacaq. İnfaq nədir? Qarşılıq gözləmədən, əgər maddi, mənəvi imkanlarınız varsa, qarşılıq gözləmədən onu insanlara vermək. Zəkat da infaqın bir parçasıdır. 3. Hicrət etmək. Əziz Allah, Qurani Kərimdə bu 3 neməti Allah yolunda edəcəksiniz deyə buyurur. Birincisi cihadı Allah yolunda edin. İnfaqı Allah yolunda edin. Hicrəti Allah yolunda edin. Allah yolunda etmək nə deməkdir? Birinci bu deməkdir. Bu çox önəmli bir şeydir. Baxın, Allah yolunda edin, o deməkdir ki, bu çox önəmli bir şeydir. Allah bu məsələlərə, yəni cihada, infaqa, hicrətə çox dəyər verir. 2.
Onun ölçüsünü Allah koymuştur ve siz o işleri Allah'ın koyduğu ölçüde edeceksinizse Allah sizden razı olacak. O kadar büyük nimetlerdi ki ilahi rızanı kazanmak istiyorsunuzsa onları Allah'ın koyduğu ölçüde, Allah'ın koyduğu değerlerin sınırı neyse o şekilde yerine getireceksiniz. Karşılık gözlemeden, karşılığını Allah'tan isteyerek. Yani Allah'a yakınlaşmağın, Allah'a vesile aktarmağın esası nedir? Cihad etmektir. Bakın, iman eden Allah'a yakınlaşar. Allah'ın buyurduğu kimi iman eden Allah'a yakınlaşar. Sonra tekvalı olan Allah'a yakınlaşar. Allah yolunda cihad eden Allah'a yakınlaşar. Biz Allah yolunda ve cahidu fi sebilihi Allah yolunda cihad etsek ne olacak? Bakın ayenin sonu böyle bitir. Leellekum tuflihun. Umulur ki siz kurtularsınız. Bakın Allah'a yakın olmanın neticesi ne olacak? Kurtulacaksınız. Şimdi bu ayenin güzel insanlar hükmünün daha yaxşı anlaşılması için size Kur'an-ı Kerim'den birinci ayet okuyacağım. Bakın okuyacağım ayet Kehf suresindendir. Kur'an-ı Kerim'in 18. suresidir. Bakın onun sonuncu yani 110. ayetini okuyorum. Görün aziz Allah insanları Allah'a yakınlaştıran nimetin ne olduğunu söyleyeyim. Görün bize deyip mi ki aranıza benden arana şeyhi koy ey insan. Tərikətini qoy ey insan. Mezhebini koy ey insan. İmamını koy ey insan. Görün Allah böyle bir şey deyip mi? Allah böyle bir şey değer mi? Bakın ne söylüyor fikir verin. Kehf suresinin 110. ayetini okuyuram güzel insanlar. Aziz Allah buyurur ki Bismillahirrahmanirrahim. De ki elçisine emredilir. De ki kul. Bakın Kur'an-ı Kerim'de bu galipte tekrar olur. De deyir. Ne demektir? Bu çok önemli şey. Allah Resuluna emredir ki bunu insanlara de. Ne desin? Bakın. Ben yalnız sizin kimi bir insanım. Ene beşerun mislikum. Neye göre Allah peygamberine, elçisine emredir ki insanlara de ki, emredir ki de ki ben sizin kim bir insanım. Elçi bize der ki ey insanlar ben de sizin kim bir insanım. Sebebi nedir güzel insanlar? Ey insanlar Allah'ın elçisini böyle bütleştirmeyin. İlahlaştırmayın. Allah yerine koymayın. Allah'ın elçileri sizinle Allah arasında vasıtacı değildir. Elçidir. Elçinin işi nedir? Elçinin işi o elçisi olduğu kimdirse yani Allah onun sözünü bize çattırmaktır. Güzel insanlar. Siz hiç Allah Resulü'nün böyle bir sözünü dinlediniz mi ey insanlar? Ben dediğim ben sizin hamınızı vasıtacı olacağım ve sizi kurtaracağım. Sizi Allah'ın elinden ben kurtaracağım. Bakın Allah'ın Resulü öz sevgili kızı Fatime'ye deyir ki ey Fatime atanın peygamber elçi olmağına arxain olma. Yaxanı Allah'ın elinden özün tutar. 110. ayette buyurur ki Bismillah de ki ben yalnız sizin kimi bir insanım. Allah'ın emri de bu. Allah'ın emridir ki elçi insanlara bunu desin. Bakın dikkat edin. Bizden farkı nedir? Bakın mene ilahınızın ilah yani ibadete, itaate layık olan tek mebud. Yani Allah. Mene elçi deyir bunu. Mene ilahınızın tek bir ilah olduğu vahiy olunur. Bakın Kur'an-ı Kerim'in içerisinden bir tane ölçünü çıkarıp deyir ki mene ne vahiy olunur? Vahiy olunan 6236 ayet var. Onun içerisinden ana düsturu seçip, esas düsturu seçip. Hansı düsturdu? Mene ilahınızın tek ilah olduğu vahiy olunur. Yani tevhid inancı getirirəm ey insanlar. La ilahe illallah. Allah'tan başka ilah yoktur deyin. Niye göre bunu söylüyor? Araya bir şey koymayın. Allah'la insan arasında kimse yoktur. Bakın Allah araya bir şey koymayın. Allah'a şirk koşmayın değil.
Mənə ilahınızın tək bir ilah olduğu vəhy olunur. Tövhid inancı vəhy olunur. Sizi tövhidə çağırıram ey insanlar. Sizi la ilahə illallaha çağırıram ey insanlar. Allahla insan arasında bir şey qoymayın ey insanlar. Allah sizə şah damarınızdan yaxındır ey insanlar. Ondan sonra nə buyurur? Bunu deyəndən sonra artıq kim Rəbbinə yaxınlaşmağı umursa, istəyirsə, belə bir arzusu, iddiası varsa lütfən diqqət edin. Artıq kim Rəbbinə yaxınlaşmağı, qovuşmağı, ona yaxın olmağı, mənəvi yaxın olmağı istəyirsə, belə bir fikri, iddiası varsa, baxın, indi Allaha yaxınlaşmağın ölçüsü gələcək. Lütfən diqqət edin. Salih əməllər olsun. Əmilən salihən. Salih əməllər olsun. Baxın, diqqət edin. İnsanı Allaha yaxınlaşdıran sıradan gəlsə nə olur? İmandır, təqvadır, məsuliyyət şuurudur, cihaddır, Allah yolunda cihaddır. Sonra nədir? Bütün salih əməllərdir. Salih, islah, islahat, eyni kökdəndir. İslah edən əməllər. Bir insan kirlənibmi, mənən kirlənibmi, şirkə mi bulaşıb, ağlı mı çöküb, qəlbi mi çürüyüb, bir şeyə mi bulaşıb? Bax, onu təmizləyəcək, islah edəcək gözəl insanlar. Salih əməl odur ki, baxın, salih əməl odur ki, onun nəticəsi, onun faydası bütün insanlıqadır. Təkcə özümüz üçün olan iş deyildir bu. Allaha bizi yaxınlaşdıran nə söylüyor? Artıq kim Rəbbinə qovuşmağı, yaxınlaşmağı umursa, istəyirsə, iddia edirsə, baxın, salih əməllər etsin və diqqət edin, axırına baxın, nə söylüyor? Və Rəbbinə ibadətdə kimsəni ortaq qoşmasın. Bu vəsiləçilər var, vəsilə deyənlər ki, Allah deyir ki, aramıza bizim şeyxi qoyun. Baxın, nə söylüyor? Şirkin hər növünü rədd edir. Baxın, buyurur ki, təkrar bir də oxuyuram. Kim Allaha yaxınlaşmağı umursa, istəyirsə, belə bir fikri, iddiası varsa, salih əməllər olsun və Rəbbinə ibadətdə kimsəni ortaq qoşmasın buyurur. Harada buyurur? Kəhf surəsi 110-cu ayədə buyurur, gözəl insanlar. Toplasam belə deyərəm, gözəl insanlar. Nəyi söylədik? İnsanı Allaha yaxınlaşdıran vəsilələri saydıq. Baxın, nə söyləyirəm? 1. İman insanı Allaha yaxınlaşdırar. Küfür insanı Allahdan uzaqlaşdırar. Tövhid insanı Allaha yaxınlaşdırar. Şirk insanı Allahdan uzaqlaşdırar. Sağlam fitrət, əgər bir insanın mayası sağlamdırsa, çürüməyibsə, o süd olaraq bişirəndə çürüyər. Baxın, çirkin işlər insanın mayasını çürüdür, fitrətini pozur. İçki, qumar, zina, narkotik, bunlar hamısı insanın mayasını çürüdən şeylər. Sağlam fitrət, sağlam maya insanı Allaha yaxınlaşdırar. Baxın, ədalət insanı Allaha yaxınlaşdırar. Zülüm insanı Allahdan uzaqlaşdırar. Mərhəmət insanı Allaha yaxınlaşdırar. Acımasızlıq, insafsızlıq, zalimlik insanı Allahdan uzaqlaşdırar. Gözəl insanlar, baxın. Elm insanı Allaha yaxınlaşdırar. Cəhalət insanı Allahdan uzaqlaşdırar. O ayə bizə nə dedi? Ey insanlar, Allah istəyir ki, siz Allaha yaxın olasınız. Bunun üçün iman edin 1, təqvalı olun 2, Allah yolunda cihad edin 3. İbadətinizdə heç bir şeyi şərik qoşmayın 4. Salih əməlləriniz olsun 5. Tövhidə bağlanın, ədalətə bağlanın, mərhəmətə bağlanın, insanlığa bağlanın, elmə bağlanın ki, Allah sizin o imanınıza, o əməlinizə dəyər versin, gözəl insanlar. Yəni Allah şirkin hər növünü bu ayələrdə rədd etdi. Mən çox ayə oxuya bilərəm, amma onların hamısını oxumaq istəmirəm. Ümid edirəm ki, mesaj tam yerinə çatmışdır. Allah istəyir ki, insan bax bu saydıqlarım gözəl dəyərlərlə Allaha yaxınlaşsın. Allaha yaxınlaşmağın nəticəsi, bərəkəti nə olacaq gözəl insanlar? Ləəlləkum tuflihun.
onlar kurtulacaklar. Kurtulmak isteyirik mi? Böyle bir niyetimiz var mı? Kurtulmak istəyiriksə Allah yolunda cihad edəcəyik. İmanlı, təqvalı, salih əməlli, ədalətli, mərhəmətli olacaq gözəl insanlar. Əziz Allah bizi Qur'an-ı Kərimi doğru anlayanlardan etsin. Təhrif edənlərdən uzaq tutsun. Gözəl insanlar. 1 millimetr Allah'ın sözlərini dəyiştirsəniz hər şey alt üst olacaq. Elə bir ilahi sistem var. Kimsenin buna hakkı yoktur. Əziz Allah bizə Qur'an-ı Kərimi Allah'ın buyurduğu kimi oxumağı, anlamağı, həyatına daşımağı, insanlara təbliğ etməyi nəsib etsin. Gözəl insanlar, məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun. Əziz Allah'ın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.